26 yaşında vətənimizin suverenliyi uğrunda canını fəda edərək şəhadət zirvəsinə ucalan İbrahimli Elçin Sadiqoğlu 1997-ci il sentyabrın 26-sında Şərur rayonunun Yengicə kəndində dünyaya göz açıb. O 2004-cü ildə Yengicə kənd tam orta məktəbinin 1-ci sinfinə qədəm qoyub. Uşaqlıq illərindən qəlbində bəslədiyi vətən sevgisi onun həyat yolunu hərb sənətinə bağlayıb. Elçin İbrahimli 2012-ci ildə hərbi təhsil almaq arzusu ilə Heydər Əliyev adına hərbi liseyə daxil olub. 2015-ci ildə həmin liseyi uğurla başa vurduqdan sonra təhsilini Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində davam etdirib. O, 2019-cu ildə Ali Hərbi Məktəbi mühəndis istehkamçı ixtisası üzrə bitirərək Azərbaycan ordusunun sıralarında şərəflə xidmətə başlayıb. 44 günlük vətən müharibəsində Tərtər, Ağdam və Kəlbəcər istiqamətlərində gedən döyüşlərdə böyük şücaət və qəhrəmanlıq nümayiş etdirib. İkinci Qarabağ müharibəsində göstərdiyi igidliyə görə Azərbaycan Respublikasının prezidenti cənab İlham Əliyevin sərəncamına əsasən Suqovuşanın azad olunmasına görə medalı ilə təltif edilir. Qəhrəman zabit həmçinin Vətən müharibəsi iştirakçısı medalı ilə də təltif olunub. Elçin İbrahimli 2022-ci ildə keçirilən qisas əməliyyatı zamanı da yüksək peşəkarlıq və igidlik nümayiş etdirib. O, Azərbaycanın ərazi bütövlüyünün tam bərpası məqsədi ilə 19 sentyabr 2023-cü il tarixində həyata keçirilən uğurlu lokal antiterror tədbirləri zamanı Ağdərə istiqamətində gedən döyüşlərdə qəhrəmancasına vuruşaraq şəhidlik zirvəsinə ucalıb. Baş leytenant İbrahimli Elçin Şərur şəhərinin Şəhidlər Xiyabanında böyük izdiham və ehtiramla son mənzilə yola salınıb. Vətənə sonsuz sədaqəti, xidmətləri və qəhrəmanlığı dövlət tərəfindən yüksək qiymətləndirilir. Azərbaycan Respublikasının prezidenti İlham Əliyevin sərəncamlarına əsasən Elçin İbrahimli ölümündən sonra Vətən uğrunda medalı və 3-cü dərəcəli vətənə xidmətə görə ordeni ilə təltif olunub.